19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində istehsal kütləviləşdi. Tələbat çox, satıcılar var və alıcılar var. Təbii ki, çox satan və az satanlar var. Bu çox satanların çoxluğu isə artıq inhisarlaşmağa gətirməyə başladı. Yəni böyük şirkətlər trestlər bağlayaraq, kartellər yaradaraq, oligopoliyalar yaradaraq bazar yer almağa çalışdılar. Yəni bu mühit nədir? Rəqabətsizlik mühitidir. Artıq dövlət də məsələyə qarışır. İşte o inhisarlaşmanın qarşısını almaq üçün aktlar da, Sherman aktıdır, Clayton'dur və s. Bu aktlar yaradılır və nə olur nəticədə? Marketinq yaranması üçün mühit şərait yaranır. Çünki rəqabətsizlik təmin olundu, mal var, alıcı var, rəqabət tənzimləndi. Kim kimlə alacaq? Kim daha yaxşı təklif edir, kim yaxşı ünsiyyət qurur, kim birinin üstünə birinə hədiyyə verir, kim endirim verir. Marketinq tomurcuqlanmağa başlayır. O vaxtı da başlayırlar ki, nə idi bu çıxartdınız? O mu, satış mı? Biz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə danışırıq. Bu işte o söhbətlər o vaxtdan gəlməyə başlayır.